Risk kifayət qədər yüksəkdir və o riskin aşağı enməsi müşahidə olunmur. Amma burada həm diplomatik yolla təzyiq var, həm də hərbi yolla təzyiq var. Yəni güclə istəklərə nail olma mexanizmi Amerika tərəfindən tətbiq olunur. Qeyd olundu, həmkarımız qeyd elədi ki, çox böyük armada toplaşıb Fars körfəzinə, Aralıq dənizinə və bu təsəvvür edin, İraq müharibəsindən sonra regionda ən böyük hərbi texniki arsenaldır. Və bunun dillənməməsi, özdə bilirsiniz ki, onun hər günü kifayət qədər çox böyük maliyyə resursları hesabına başa gəlib. Hətta Karib hövzəsində məsələn təxminən 30-40 milyon dollara başa gəlir. İndi təsəvvür edin, oradan o yer dəyişmələrdən sonra Fars körfəzində, Aralıq dənizində, eyni zamanda Hind okeanında qərarlaşması həm köçürülmə və həm də burada qərarlaşma və həm də ona sərf olunan maliyyə vəsaiti bu onun məsələnin birinci tərəfidir. Qarşı tərəfdə kifayət qədər hərbi kontingentini toplayıb. İran tək deyil, müttəfiqləri Rusiya və Çinlə bərabər. Amerikadan. Amma ikinci tərəf var burada. İkinci tərəfdə Amerikanın müasir dünya sistemində, yəni Trump dönəmində nümayiş elətdirdiyi siyasi nüfuz və biz Amerikanın əvvəlki nüfuzunu geri qaytarırıq, hegemonluq, liderlik iddiasını ortaya qoyuruq. Əgər bu silahlar dinməsə, bu silahlar açılmasa, onda Amerikanın siyasi nüfuzuna ciddi xələl gətirə bilər və bu da tərəfdaşları arasında, yəni faktiki olaraq bugün Amerikanın bu və ya digər şəkildə təsir dairəsində olan dövlətlərə və xüsusilə nəzərə alsaq ki, Qərblə Amerika arasında bugün çox ciddi diskomfort müşahidə olunur. Belə bir şəraitdə Qərbin onsuz da inamsızlıq göstərdiyi, etimad göstərmədiyi Amerikaya dünya səhnəsində, dünyanın siyasi arxitekturasında olan müəyyən inamlar da tamamilə yox ola bilər və yaxud tamamilə sarsıla bilər. Bu nöqteyi nəzərdə risklərin, müharibə riskinin və mən bunu müharibə deməzdim, əslində lokal xarakteri hərbi əməliyyatların olacağı şəksizdir. Bu mütləqdir. Çünki bu arsenal burada mövcuddursa, ən azından kulislərdə olan siyasi danışıqlarda, diplomatik gedişlərdə, mən deməzdim bu razılaşdırılmış hərbi əməliyyat ola bilər, hər halda bu baş verə bilər. Bəs danışıqların özü razılaşdırılmış şəkildə ola bilər mi? Həmin danışıq sizin dediyiniz danışıqlar məsələsi gəlir. Yəni o da bir siyasi senari olaraq ortaya. Məsələnin hərbi təzyiq olan tərəfini izah elədim. İndi isə keçək məsələnin diplomatik təzyiq formuluna. Amerika Birləşmiş Ştatları məhz belə bir görüntü yaratmaq istəyir ki, biz kifayət qədər əks tərəfə təkliflər verdik, əks tərəfə təşəbbüslərlə çıxış elədik ki, müharibə baş verməsin. Bunun məsələnin bu tərəfi var. Yəni, Cenevrədə eyni zamanda... Şərtlərini də artıra gedirlər. Cenevrədə və ondan sonra, daha doğrusu Cenevrədən əvvəl Omanda danışıqların birinci raundu baş tutdu. Müzakirə predmeti nə idi? Müzakirə predmeti bayaq həmkarımızın qeyd elədiyi 4 şərt idi. 1. Deməli, proksi qüvvələrdən əl çəkmək. 2. Nüvə arsenalının, daha doğrusu nüvənin zənginləşdirilməsi proqramından imtina eləmək və yaxud onu azaltmaq, indi isə 0 variantı, daha doğrusu nüvənin zənginləşdirilməsinin 0 variantını təklif edirlər. Üçüncüsü ballistik raketlər və dördüncüsü İran baharı. Bu 4 prinsipi təklif edirdilər və üstəlik də indi əlavə olaraq siyasi məhbuslar məsələsi gündəmə gəlir və ilə axır. Etiraz aksiyalarında saxlanılır. Bu nə idi? Bu danışıqlarda İran tərəfi birinci təklifi götürür, nüvənin zənginləşdirilməsi. Məsələn, İsraildə nüvə başlığı var. Rəsmən etiraf olunmasa da 90-a yaxın, indi bəlkə də çoxdur, azdır, bunu heç kim dəqiq deyə bilməz. Amma yəni, ən azı deyilənə görə 9 nüvə dövləti sırasında, yəni Birləşmiş Millətlər Təşkilatının 5 daimi üzvü, Çin, Hindistan, İsrail və Pakistan daxil olmaqla 9 nüvə dövləti var. Və bunların biri də İsraildir və burada 90-a yaxın nüvə başlığı var. Və İsrailin baş naziri Netanyahunun son dünən verdiyi bəyanatda belə bir element vardı. Əgər İran bizlə razılaşmasa, bizim diplomatik dildən kənardırsa cəhənnəm görəcək. Təbii ki, bu onu nəzərdə tuturdu ki, bəlkə də ondan istifadə nəzərdə tuturdu, bunu demək olmaz. Amma hər halda İran da buna adekvat cavab vermək iqtidarındadır.